Herkese salam, mən Mehman. Uzun müddətdir ki video atmayaydım, amma bu dəfə həqiqətən video atmaq istədim. Çünki elə bir olay yaşadım ki, YouTube'dan xəbərdarlıq aldım. Nə xəbərdarlığı, nəyə görə onu da açıqlayacağam. Əvvəla onu deyim ki, zorakılıq xəbərdarlığı idi. Amma niyə aldım mən bunu? Mənim kanalımı izləyənlər bilər. Nə dediyimə, hər sözümə diqqət etməyə çalışıram. Amma yenə də bəzi anlaşmazlıqlar olur. Video nə idi? Video budur. Misir nənə Age of History için Misir videosu. Niyə qayda pozuntusu xəbərdarlığı aldım? Çünki bir saniyəsində belə bir cümlə qurmuşdum. Kudüs kimindir davası olmayacaq. Çünki artıq Kudüs'ü Misir alacaq. Mən onda Misirlə oynuyordum deyə əyləncə amaçlı belə bir cümlə qurmuşdum. Amma bunu bir oyun olarak görməyib, YouTube'un botu bunu bunu şey olarak görməyib, oyun olarak görməyib. Elə bilibdi ki, mən direkt zorakılıq edirəm. Videoda bilmem nə, bilmem hakaret kimi algıyıb ya da ona oxşayan bir şey. Mən nə vardım yaxşı, getdim YouTube'un 3 dənə şərtini də yerinə gətirdim. Şikayətdə də bulundum. Onların icma qaydaları bilmem nəyi, zorakılıqla əlaqəli olan suallarını da cavabladım. Axırda nə oldu? Getdim o videoyu da sildim. Amma laf axırda bu işdən mən təmiz çıxdım. Çünki mən şikayətimdə bulundum və şikayətimin sonunda sarı vərəqə məndən qaldırıldı. Çünki şikayətimdə mən haqlı çıxdım. Oyunda dediyim bir kəlməyə görə, bir cümləyə görə məni tutub da nə bilim zoraki elan etmədilər. YouTube personelləri elə bil ki yoxladı və məndəki sarı vərəqəyi qaldırdı. YouTube botları bunu edir arada bir, öyrəndiyimə görə. Yani mənim kimi təmiz kanal belə bunu yaşadı. Problem deyil, şikayətçi də deyiləm. Sonuçta ədalətli qərar verdilər. Mənim üstümdəki sarı vərəqə qaldırıldı. Videoyu silmiş olsam da onsuz da özüm bilərək etdim, sildim. 20 baxışlıq bir video üçün riskə dəyməz demişdim. Kısacası belə xətalar olanda siz yenə də bir şikayətdə bulunun YouTube'a. Haqlıysanızsa haqlı çıxacaqsınız, haqsızsanızsa haqsız çıxacaqsınız. Çəkinməyin yani. Özü də ilk dəfədir ki xəbərdarlıq aldım. Bu da belə bir YouTube dərsi olsun. Hər kəs mənə də kısacası başımdan keçənlər buydu. Bu arada kanalım 1076 abone oldu. Təşəkkürlər. Kısacası yani işin özü, benim videodan pul kazanmam zar bağlandı, ama mən zaten kazanmıram. Mən zaten YouTube'dan pul kazanmıram. Özü də ki də digər məsələyə gələrsək, 20 izlenen bir videodan, 20 baxış olan bir videodan nə qazanasıyam. Amma işin əsl məsələsi ondadır ki, şikayət edin abi. Gərək həsə şikayət edin. Öz kanalınızdan və öz videonuzdan, öz şəxsiyyətinizdən əminsənizsə şikayət edin. YouTube'a bu xəbərdarlıqları şikayət etdirin.